Ad günü olana tort və fişəng hədiyyə verilir. Ad günü olanlar belə yeri çoxdan axtarırdı. Deməli, Keyfin bir restoranında 10 nəfərlik ad günü seti var. Bu setdə salatlar, məzələr, içkilər, 2 yerə qoyulan bol ətli sac və 3 yerə qoyulan qarışıq kabablarla qəşəng bir məclis keçirmək mümkündür. Çox adam bura sacına görə gəlir. Buranın hər şeyi bir yana, sacı bir yana. Həqiqətən ən son bu qədər bol içlikli sacı harda gördüyüm yadıma gəlmir. Təsəvvür eləyin ki, üstü pendirli göbələk və qızardılmış qara çörək dilimlərinə qədər qoyublar. Yasamaldan bura gələnlər var, saca görə. Bir toyuqda nə qədər tikə varsa hamısı buradadır. Ərinmədim saydım, düz 11 tikə ət vardı. Çox yerdə bu qədər bol vermədiklərini hamımız bilirik. Bunun üstünə süzmədən yaxırsan, olur sac içi grenki. Bu setin qiyməti 235 manatdır. Bir də 5% servis haqqı da var. Amma əsas məsələ bilirsiniz nədir? Ad günü olanlara sonda tort, çay və fişəng məkan tərəfindən hədiyyə verilir. Məkanda qonaq sayına uyğun sərfəli kabab setləri və ləzzətli qazan yeməkləri də var, deyin biləsiz. Bir də getməzdən öncə masa rezerv etməyi unutmayın. Bura Bakıxanovda parkın içində yerləşir. Məkanın uşaqlar üçün oyun zonası, axşamlar canlı musiqiləri olur. Videonu yadda saxlayın, qarşıdan ad günləriniz gəlirsə buranı yoxlaya bilərsiniz. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.